ümumiyyətlə bəzi müsəlmanlar nə edirlər? Sübh namazına yatıb qalıb. Olur insanda, hamıda olur. Sübh namazına yatıb qalır. Oyanır ki, saat 9-dur. Artıq günəş çıxıb, namazın vaxtı çıxıb. Oyanır, durur, çay içir, yemək yeyir, səhər yeməyi, nə bilim, duş qəbul edir falan. Məsələn, gedir işə. 11-dən 12-də çıxdı evdən. Çıxana yaxın sübh namazını qılıb çıxır. Qılmalıdır axı, yatıb qalıb, namaz boynundadır. Biz deyirik ki, o günaha düşür. Günaha düşüb. O günahına görə tövbə eləməlidir, istiğfar eləməlidir Allaha. Çünki yatıb qalmısansa, duran kimi ilk, ən birinci görülən iş namaz olmalıdır. Bütün işləri təxirə salıb birinci onu qılmalısan. Yox, qılmasan, üstündən bir saat keçsə, ölsən, Allah subhanahu wa ta'ala səndən soruşacaq, niyə qılmadın? Amma yatıb qalsan, ölsən, Allah da Allah soruşmayacaq səndən, niyə qılmamısan? Çünki yatıb qalmışdım. Duran kimi birinci namaz olmalıdır, sonra digər işlər. Adam var aç, adam var məsələn saat, 1 saat, 2 saat, 3 saatdan sonra namazı qılır. Olmaz elə.